Bu şehir məni tanımır ama tanıyacak. Şuyutumu qıran geceler danışacak, ailelerde olan. Ben neler hayal ettim, karşıma çıktı neler, nerendim bilecektim. Ben acaba bir kişinin geliyor muyum aklına, hani bazen birden. Kim ona benden söz açıp hatırlatmış olabilir beni bazen birden. Bin derde sevdalar, çare bulunmaz Lokman'da, bu derde çare kılmaz dediler. Suno AI ilə artıq sən də populyar müğənni olacaqsan. Diqqətlə bax, öyrədim. Bəli dostlar, Suno AI saytına daxil olmaq üçün Google Chrome-a Suno yazaraq daxil ola bilərsiniz. Baxın, bu formada yazdım. Ən üstdə çıxan sayt budur. İndi buranı geniş-geniş göstərməyəcəm, çünki bunun haqqında geniş bir video çəkmişdim. Hazırda sağ üstdə həmin video çıxdı. Ona baxın, sonra buna baxarsınız. Çünki giriş edərkən nələrə diqqət etmək lazımdır, nələr etmək lazımdır və yaxud da mahnını necə yaratmaq lazımdır, onları göstərmişəm. Burada mən cover düzəltməyi göstərəcəm. Yəni başqa bir mahnının beatindən, yəni melodiyasından istifadə edərək öz mahnımızı öz səsimizlə yazmağı göstərəcəm. Yəni həmin videoya baxaraq öyrənə bilərsiniz. Gəlin indi keçək üsulumuza. Bəli, gördüyünüz kimi Suno AI-ya mən giriş falan etmişəm. Burada bizim üçün açılır. Burada sizdə ingiliscə gələ bilər. Baxın, bizdə panel falan ingiliscə deyil, türkcədir. Burada Google Chrome-da dil dəyişdirmək üçün mousun sağ düyməsini klik edin və türkcə dilinə çevir deyərək dəyişdirə bilərsiniz rahatca. Bizə lazım olan panel burada, sol tərəfdəki paneldir. Baxın, ev yaratmaq falan var burada. Yaratmaq bölümünə buradan keçirik və bizim üçün hər şey açılır. Baxın, mən əvvəldən burada 1-2 dənə mahnı coverlamışam. Hamısı burada görünür, amma sizin üçün hamısını sıfırlayıram ki, yenidən yaradım mən burada. Baxın, hər şeyi sıfıra çəkdim. İndi sizinlə yenidən yaradacağam. Siz baxın, yenidən açdığınızda sizdə bu formada gələcək. Buradan basit yox, gələnək bölümünə keçməlisiniz ki, bizə lazım olan beat hissəsi falan açılsın, yəni mahnı falan əlavə etmə yeri açılsın. Və burada gördüyünüz kimi 3 dənə funksiya var. Səs, kişilik və ilham var. Bu kişilik və ilham pullu funksiyalardır. Bunu da gələcəkdə çəkərəm istəsəz. Yəni girə bilmirsiniz bunlara. Bizə lazım olan səs bölümüdür. Əsas bura açılır. Yükləmək və kayıt var burada. Buradan da kayıt bölümündən biz öz səsimizi falan yazırıq və yaxud da başqa bir beat-i dinlədirik. Yükləmək bölümündən isə eyni formada olan mahnını gəlib kompüterimizin yaddaşından seçirik. Niyaməddin Musayevin Dünya Sənin, Dünya Mənim mahnısından istifadə edəcəyəm deyə onu buradan kompüterimdən seçdim və mahnı avtomatik burada məni qarşılayır və əlavə olaraq da onu qeyd edim ki, pro deyil bizdə, yəni premium olmadığına görə mahnının tamamını yox, yalnız 1 dəqiqəsini seçə bilirik. Bu 1 dəqiqəyi seçərkən də çalışın, diqqət edin ki, mahnının ən yaxşı hissəsini seçin. Yəni AI bizim mahnımızın nə cür bir mahnı olduğunu başa düşsün. Çünki bəzi mahnılarda yalnız başını seçir. Başını da seçəndə heç bir şey başa düşmür. Orada notlar fərqli olur. Mahnının əsas partlayış nöqtəsini seçə bilərsiniz buradan. Bəli dostlar, bizə lazım olan hissəni seçdim. Yəni çalışın 1 dəqiqəni keyfiyyətli şəkildə istifadə edin ki, AI sizin mahnınızın nə olduğunu başa düşsün. Baxın, mən də burada mahnının partlayış nöqtəsini, yəni ən çox notlar olan hissəsini seçdim və qayd etmək düyməsinə klik edirəm. Burada müəyyən funksiyalar çıxır. Siz heç birinə klik etməyin. Davam etmək olaraq seçin ki, burada bizim üçün mahnını işləsin. Və gördüyünüz kimi sol tərəfdə mahnını burada yükləyir, iptal etmək falan gələcək. Bu gəldisə bilin ki, mahnı işləyir bizim üçün və ən üstdə həmin mahnı çıxacaqdır. Baxın, yükləndi. İndi şəklinin gəlməsini gözləyək və başlayaq. Bəli, mahnının burada şəkli çıxdı. İstəsəz bunu dinləyə bilərsiniz. Dinləyib bilə bilərsiniz ki, hansı mahnını seçmişəm. Yəni yoxlamaq üçün yaxşıdır. Bizə əsas lazım olan burada sağ tərəfdə olan remix düzənləmə bölümüdür. Bu bölümü aktiv edirik və burada qapak deyə bir seçənək var. Bunu aktiv edirik. Bunun ingiliscə yazılışı coverdır. Yəni sizə az öncə qeyd etdiyim yerdir bu. Türkcədir deyə bizdə qapak olaraq yazılır. Baxın, üstdə həmin mahnının adı falan düşdü. Ətraflı yazılıb. Bizə lazım olan burada şarkı sözləri və stillər bölümüdür. Gəlin şarkı sözlərinə nə yazmalıyıq onu qısaca göstərim, sonra keçək altdakı bölümlərə. Deməli, şarkı sözlərinə özü rastgele bir şey yazır, bunu silirsiniz. Buraya istəsəz öz mahnı sözlərinizi yaza bilərsiniz və ya istəsəz mənim kimi də edə bilərsiniz. Baxın, mən burada Niyaməddin Musayev, Dünya Sənin, Dünya Mənim mahnısının sözlərini kopyalayıram. Buraya götürsəm, həmin sözləri yazsam, avtomatik deyəcək ki, telifə görə mən mahnını yerləşdirə bilmirəm. Elə bir xəta verəcək. Amma yox, gəlib mən buradan ChatGPT süni intellektinə desəm ki, bu sözləri ya istəsəz türkcəyə çevirə bilərsiniz. Yəni təsəvvür edin ki, Dünya Sənin, Dünya Mənim mahnısını türkcə oxuyacaq və yaxud da
istəyirsinizsə həmin sözlərdən istifadə edərək başqa cür bir mahnı yaza bilərsiniz. Mən elə onu edəcəm. ChatGPT-yə deyəcəm ki, burada sözlərin mənasını pozma, amma fərqli sözlər yaz deyəcəm. O da mənim üçün yazacaq. Bəli, gördüyünüz kimi mənasını pozmadan fərqli sözlər yaz dedim. Bu mənim üçün eyni formada, amma fərqli sözlər yazacaq ki, yəni Niyaməddin Musayevin mahnısına oxşar bir mahnı yazacağıq biz burada. Baxın, yavaş-yavaş yazır bizim üçün burada. Bu yazmanı siz burada kopyalama edəcəksiniz. Baxın, yazdı. Elə sürətli bir şəkildə bunu mən buradan kopyalayıram. Kopyala dediniz və qayıdırsınız Suno AI-ya və buraya bunu yerləşdirirsiniz. Çox çətin bir şey yoxdur. Baxın, düşdü şarkı sözləri bura. Diqqətlə baxın, bütün mahnı sözləri düşsün. Stillər bölümünə də nə cür bir mahnı istəyirsinizsə onu yaza bilərsiniz. Yəni bu pop ola bilər, hip-hop ola bilər, rap ola bilər. Bu özünüzün seçiminizdir. Altda da seçim etməyiniz üçün funksiya qoyublar. Baxın, hər cürə mahnı stilləri var burada. Mən buraya hip-hop yazıram ki, enerjik bir mahnı olsun. Siz də nə istəsəz onu yaza bilərsiniz. Bəli, hip-hop olaraq burada yazdım. Yenə qeyd etdiyimiz kimi siz də nə istəsəz seçə bilərsiniz. Və altda gördüyünüz kimi gelişmiş seçənəklər deyə bir şey var. Burada sizdə bağlı olaraq gələcək. Bunu belə aktiv edirsiniz və burada mahnı kimin, yəni hansı səsin oxuyacağını seçirsiniz. Erkək və dişi deyə bir şey var. Siz erkək seçin, yəni nə istəsəz edə bilərsiniz, öz mahnınıza uyğundur. Yəni göstərirəm ki, bunun yeri haradadır. Altında da başqa funksiyalar var. Buna çox, yəni toxunmayın bunlara. Yəni özünüz yavaş-yavaş yoxlayıb öyrənəcəksiniz bunların da nə olduğunu. Mən əsas cover etməyə göstərirəm buradan. Yaratmaq düyməsinə klik edirik və bu bizim üçün yaradır. Və əlavə olaraq da bu yaradana qədər mən qısa məlumat verirəm ki, bu proqram bizə 50 kredi, yəni gündəlik 50 bonus verir. Baxın, sol tərəfdə burada aşağıda görünür. Bu bonus da hər gün girəndə sıfırlanır. İndi mən neçə dənəsə mahnı yaratmışam deyə mənim demək olar ki, az bonusum qalıb. İndi səhifə yenilənməyib deyə bu formada görünür. Yəni nəzərinizdə saxlayın ki, hər gün 50 bonus verir. Sonsuz formada mahnı yaratmaq olmur. Gərək az öncə qeyd etdiyim kimi premiuma abunə olmalısınız. Bəli, mahnıları yaratdı. Dinləyək görək nə cür bir şey düzəldib bizim üçün. Bizi karıştır, beni yola saldı. Bin yol yana gitsem ışığından milyonlar. Bəli, bu çox yaxşıdır. Şəxsən qəşəng yaradıb. Eynən o mahnıya oxşayır. Amma yəni özünüz də başa düşdünüz ki, sözləri mən burada dəyişmişəm deyə fərqli formadadır. Gəlin görək üstdə nə cür bir şey yaradıb. Bunlar yəni bir-birindən fərqli olur deyə iki dənə yaradıq bizim üçün ki, baxaq görək hansı yaxşıdırsa onu seçək. Milyonlar pay aldı. Dünya senin, dünya benim, dünya hiç kimin? Bu gelip giden yolların karvanı dünya. Bu ömür gün akışının divanı dünya. Yeşililse dünya senin, dünya benim, dünya hiç kimin? Bu gelip giden yolların karvanı dünya. Bəli, bu gəlib gedən yolların kərvanı dünya. Yəni özü bir formada mahnı yaradıb, çox yaxşıdır şəxsən, oxşayır o mahnılara. Altda mən bunun türkcəsini falan da yaratmışdım. Sizə az öncə qeyd etdim. Axı bunu kopyalayıb istəsəz türkcə də edə bilərsiniz və başqa formalarını da düzəltmişəm. Özünüz nümunələri görürsüz burada. Yəni qısaca özünüzün burada işləyib yaxşı bir mahnı çıxarda biləcəyiniz bir süni intellektdir. Göstərdim ki, bundan faydalanasınız. Çox yaxşı bir süni intellekt. İndi təsəvvür edin ki, mən öz sözlərimlə belə bir mahnı yarada bilərəm və bunun üzərindən heç bir mənə müəllif hüquqları, yəni telif haqqı deyə bir şey gəlməyəcək. Mən bunu istəsəm Spotify-da, YouTube-da və yaxud da digər müzik platformalarında yaxşı bir şəkildə yayınlaya bilərəm. Sadəcə çalışın beat, yəni nəğmələr tam oxşar olmasın və sözləri qətiyyən bir-birinə oxşar etməyin. Baxın, ən üstdə yaratdığımızda dünya sənin, dünya mənim, dünya heç kimin olaraq qeyd etdi. Yəni oxşar olduğu tam açıq-aşkar ortalıqdadır. Yəni buna diqqət edirsiniz. Bir-birinə oxşar olmasa heç bir şey olan deyil. Özünüz indi bunun üstündə yaxşı işləyərsiniz və nə cür mahnı yaratmaq və yaxud da nə formada istəsəz özünüz edərsiniz. Mən əsas üsulu öyrətdim. Əlavə olaraq onu da qeyd edim. Buna diqqət edirsiniz ki, bunun prosu, yəni premiumu da var, pulu ilə alınır. Tam dəqiq bilmirəm nə qədər olduğunu. İndi baxacağam buna videodan sonra. İstəsəz aşağıda kommentlər bölümündə qeyd edin. Bunun prosunu, yəni premium hissəsini alın və premiumla nə edə bilirik, nə cür mahnılar yarada bilirik, onun da videosunu çəkin. Mütləq aşağıda bunu kommentlər bölümündə yazın. Çünki öz səsimiz ilə də biz mahnı yaza bilirik premium vasitəsilə.
Təsəvvür edin ki, bu dünya mənim dünya sənin mahnısını Niyaməddin Musayev yox, Natiq Nağıyev oxuyur. Yəni mən oxuyuram. Yəni öz səsinizi ora yükləyib öz səsinizlə mahnı yaza bilərsiniz. Bu çox yaxşı funksiyadır. Mütləq kommentlərdə qeyd edərsiniz. Bəli dostlar, sizə göstərəcəyim funksiyalar bunlar idi. Az öncə qeyd etdiyim kimi əsas mən burada cover etməyin funksiyasını göstərdim. Özünüz yoxlamalar edərsiniz. Videomuz bu qədər idi. Çox uzatmaq istəmirəm. Videomuz faydalı oldusa aşağıdan kanalımıza abunə olub videoya like ata bilərsiniz. Ekranda da gördüyünüz kimi 2 dənə izləyə biləcəyiniz maraqlı süni intellekt videolar çıxdı. Onlara da baxa bilərsiniz. Gələcək videolarımızda görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun, salamat qalın.